birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Rekord eləməmişəm heç birini. Mesela sen. Salam. Sabahınız xeyir olsun. Sizin sabahınız, yox. Bizim sabahımız sizin hər vaxtınız xeyir olsun. Bəli, bugün o əlamətlər gündür. Yəni bugün mənim ad günümdür. Bugün ad günümü qeyd eləmək və əslində Halloween-i də qeyd eləmək məqsədi ilə Kelownaya gedirik. Biz və bir neçə dostumuz. Saat 8-də evdən çıxmağı nəzərdə tutsaq da, hal-hazırda saat neçədir? 11-ə qalır deyəsən. 11-ə qalır, bəli. Heç şey dəyişməyib son bir ildə hələ də. Bu bəyi də xatırlayırsınız yəqin ki, əvvəlki videolardan. Salam Rami müəllim, salam. Salam aleyküm. Necəsiz? Xoş gəlmisiniz bugünkü bu gözəl günə. Hoş geldin. Bugün mutlu günlerdi. Hem mutlu hem de işi başladı. Niyə ki başladı ki? Sevdiğim insan hem büyüyor hem de Qocalır demək istədim, mən başa düşdüm. Kəs daşımla. Söndürəm. Sən bundan sonra videoya çəkməyəcəm. Nəysə, bir təhər evdən çıxa bildik. Bu dəfə əşyamız çoxdur. Daha doğrusu çox böyükdür götürdüyümüz şeylər. Çünki biz artıq 3 nəfərik. Bilməm, Instagramdan izləyirsiniz yoxsa yox. Burada çox tane video paylaşmadığım üçün. Əgər izləmirsinizsə Instagramda böyük ehtimal bilmirsiniz. Bizim artıq bir balaca qızımız var. Çox həyəcanlıyıq. Çünki mənim ad günümdür. Çünki çox sevdiyimiz bir yerə gedirik. Çünki ilk dəfə üçlü ailə olaraq yola çıxırıq. Deməli, gəlmişik biz Çılvaqda bir dənə Photoshopda oturmuşuq. Stolun üstünə gül qoyublar. Natəvan və İlkin. Mən də baxıram, deyirəm, ana qışın dekoru var. Sonra deyirlər ki, bu sənindir. Bu güldən söhbət gedir, uşaqlar. Ad günü qeyd eləməyin ən yaxşı versiyası belə dostlar sahibi olmaqdır. İndi Photoshopdan çıxdıq. Rami maşına beysim vurur. Mən də özümə ağladım. Cərimə edirəm. Mən arxada oturmuşam çünki maşında yeri yoxdur. Belə də çox maraqsızdır. Costco'ya gəlmişik alışveriş eləməyə. Uşaqlar alışveriş edirlər. PM. Hələ indi gəlib çata bilmişik. Selam. Və birinci mən girirəm.
yığışmışıq. Bu gün Fidanımın canlı yoldaşımın ad günüdür. Onun üçün kababçılıq edirəm. Rib steak. Nazik doğranılmış. Ən əla yerindən. Sən kebab əmi oldu. Atamı yoldan verirəm. Atama burada salamlar. Sən ad günü təbrik edirəm canın könüldən. Yaxşı mən. Atanı yoxsa? Qaçdı. Amma biraz mən sözlərlə yaxşı oyun oynaya bilmirəm. Kababist kahveli kızartma üstüne. Happy birthday to you. Happy birthday, happy birthday to you. Biz oyanmışıq ama hamımız yorulub, gecə çox gec yatmışıq. Amma ki çox əyləncəli oldu. Bir daha növbəti gündən salam. Dünən elə də çox şey çəkə bilmədim. Çünki bütün günü ədəm doldu. Layla ilə. Hələ sağ olsunlar qızlar. Qoymadılar məndən heç bir iş görüm. Dünən çox gözəl bir gün keçirdik. İndi bir mənzərə görürəm. İndi əsas yol oradadır. Amma bizə xəritə göstərir ki, biz buradan getməliyik. Yəni biz harda gedəcəyik? Bilmirəm. Maraqlı bir şəkildə bugün 6-cı gündür. Maraqlı olan əsas 6-cı gün olması deyil, amma bugün əsas yol bağlıdır. 30 dəqiqəyə getməli olduğumuz yol 1 saat 11 dəqiqə görsənir indi. Evlə sağollaşdıq. İndi qaldığımız şəhərə doğru gedəcəyik. Çox qəşəng idi hər şey. Evin özü çox qəşəng idi. Biz çox gözəl vaxt keçirdik. İndi buradan çıxarıq. Gedib səhər yeməyi yeyəcəyik. Sonra yavaş-yavaş evə doğru gedəcəyik.